təsirli yazılar çoxdur və Əli müəllimin çox sevdiyim yazıları var. Zəlimxan Yaqub haqqında, Flora Kərimova, Qənirə Paşayeva və Nelson Mandela haqqında. Mən istəyirəm, bax, bunlara mütləq toxunaq biz. Zəlimxan Yaqubla bağlı çox maraqlı bir əhvalat danışdıq. Böyük şairdir və hələ bir insan kimi də mən Zəlimxan müəllimlə biz yaşımız fərqli olsa da biz dostluğumuz olub və bir layihə işləmişik. Dastanlardan gəlmişik layihəsi var idi Zəlimxan Yaqubun, Space-də bəlkə görmürsünüz. O qədər informasiya verirdi. Həm orada bizə sözü sevdirirdi, həm saz sənətini sevdirirdi. Yəni, çünki bilirsiniz, orada bir xanəndə olurdu, bir aşıq gəlirdi və Zəlimxan Yaqub danışırdı. Adam dərya idi və Əli müəllimin çox maraqlı bir xatirəsi var. Zəlimxan müəllimin Salam Sərvandan aldım növrəsini. Zəng elədim, Zəlimxan müəllim, nə var, nə yox, necəsiz, dedim falan. Dedim, sizin kitabınız düşüb, Şah İsmail'la bağlı, belə falan. Bu da 2000-ci ildə. Hə, 2000-ci ildə olub. Bu da dedi ki, dedim, Şah İsmail belə, yumdu gözünü açdı ağzı. Mən nə günah qoydum? Sən kimsən, mənim şairinə, kim yol verirsən onu yap, elədiylə. Mən bilməyirəm, sən hardan alıbsan, hansı alçaq sənə nə deyib, doğradı tök deyə məni. Mən dedim, razı deyiləm, sizlə belə falan güya bilirəm nəsə. Dedi, bir millət göstər ki, 13 yaşında hökmdarı olsun, bala. Göstər də bir millət. Səhv yola gedirsən, ağrın alim. Səhv yoldasan, yanlış yoldasan, ağrın alim. Neysə, sonra da keçiyor oldu. Sonra Çingiz Mehdpur məni tanıtdırdı, kimdir? Dedi, Azərbaycan sazını yaşadan oldu. Məmməd İsmail'dan sonra. Deyir, öləndə elə bildim Azərbaycan sazı öldü. Mənə görə 3 dənə böyük saz havasıdır. Ruhani, birinci Yanıq Kərəmli, sonra Ruhanidir, sonra Başsaritel. Aşıqxanlar çalır. Və Zəlimxan müəllim gəlir, deyir ki, atam, anam, ay Saritel, Zəlimxanam, elə körəldim sonra. Dınq elədi ki, mən üzr istəməliyəm və yazdım, barışdıq Zəlimxan müəllim. Yəqin o yazı gedəcək yazansın. Mütləq. Yəni bilirsiniz, bir tərəfli baxmaq olmaz. Belə bir söz var, çox sevdiyim Amerikan kinosu da. Və orada deyir ki, mən, axı deyir, bunlar niyə eləyirsən? Deyir, keçmişi dəyişə bilməzsən. Amma keçmişə baxış bucağı dəyişməlisən. Gözəl fikir əslində. Mən dəyişənmərəm, artıq mən demişəm onu. Amma baxış bucağımı dəyişdim, o bir bucaqdan bax da, rakursu dəyişdi də. Bu adam deyir ki, Çingiz Mehdpur dalğa qrupunun, Təbriz dalğa qrupunun bütün xərclərin, Heydər Sarayında olan xərclərin hamısını Zəlimxan müəllim bağlamışdı. Bizdən xəbərsiz. Və vətənə nə xidmət eləmək olar? Yalandan Araz, Cənub, Təbriz demək deyil, belə xidmət eləmək. Vətən bir parçası olmaq əslində belə. Elə əsasında bu beləymiş deməli, sadə bir şey. Nə yaxşı ki, siz sonra bunu bir yazı ilə etiraf elədiniz. Ruhu şad olsun, Ruhu şad olsun. Zəlimxan Yaqubun və bizim